Qapını açan kimi onun pəncərənin arxasında dayandığını gördüm. Üzü şüşəyə yapışmışdı. Gözləri birbaşa mənə baxırdı. Qışqırmaq istədim. Amma səs boğazımda düyünləndi. Ayaqlarım yerində donmuşdu. O isə hərəkətsiz durub, "Mənim adım Nadirdir. 28 yaşım var. Gəncədə, şəhərin kənarında, köhnə binanın 5-ci mərtəbəsində tək yaşayıram. Ailə evindən çıxalı 2 il olur. Əvvəllər burada qorxulu bir şey hiss etmirdim. Amma son bir neçə həftədir hər şey dəyişdi. Hiss edirdim ki, kimsə məni izləyir. Əvvəlcə bu hissi laqeyd qarşılayırdım. Özümə dedim ki, amma zaman keçdikcə bu his gücləndi və daha inkar edə bilmədim. Hər şey təxminən 3 həftə əvvəl başladı. Gecələr yatmağa hazırlaşanda pəncərənin kənarında qəribə səslər eşidirdim. Sanki kimsə yavaşca şüşəyə toxunur, barmaqlarını sürtürdü. İlk dəfə eşidəndə düşündüm ki, yəqin küləkdir ya da hansısa təbii səs. Amma gün keçdikcə bu səslər daha da aydın və daha məqsədli hiss olunmağa başladı. Pəncərəyə yaxınlaşıb baxanda heç kim görmürdüm. Yalnız qaranlıq gecə işdən evə qayıtdım. Saat təxminən 11 idi. Mətbəxə keçib özümə çay hazırladım və divanda oturub telefonuma baxmağa başladım. Əlimdə fincan tutub sakitcə içirdim ki, birdən pəncərədən qəribə bir səs gəldi. Bu dəfə əvvəlkilərdən fərqli idi. Sanki kimsə şüşəyə vururdu. Ürəyim yerindən oynadı. Amma özümü sakitləşdirməyə çalışdım. Pəncərəyə tərəf getdim. Pərdəni kənara çəkdim. Qarşımda heç nə yox idi. Yalnız gecənin qaranlığı. Başımı buladım və özümə amma daxilimdə bir narahatlıq yaranmışdı. Gecə yatarkən pəncərəyə arxamı verə bilmirdim. Hər dəfə gözlərimi yumaraq yatmağa çalışanda özümü pəncərəyə tərəf çevirib baxırdım. Sanki orada kimsə var idi və mən onu görməli idim. Bu düşüncələr beynimə o qədər hakim olmuşdu ki, düzgün yata bilmirdim. Hər gecə 2-3 dəfə ayılır pəncərəyə baxırdım. Heç vaxt orada heç kimi görmürdüm. Amma növbəti gün işdə olarkən dostum Günel mənə zəng vurdu. Səsim yorğun çıxdığı üçün narahat olmuşdu. Ona hər şeyi danışmaq istədim, amma utandım. Düşündüm ki, gülər üstümə və mənə deyər ki, sadəcə streslisən. Ona sadəcə yuxusuzluqdan şikayətləndim və tezliklə görüşəcəyimizi söylədim. Zəngdən sonra özümü daha da tənha hiss etdim. Ofisdə oturub işlərimi görəndə belə ağlım evdə, o pəncərədə idi. Axşam evə qayıdanda günəş batmaq üzrə idi. Binaya daxil olub pilləkənlərlə 5-ci mərtəbəyə çıxdım. Lift çoxdan xarab idi və təmir edilməmişdi. Qapını açıb içəri girəndə hər şey sakitdi. Çantamı divana atdım və mətbəxə keçdim. Yemək bişirməyə həvəsim yox idi. Ona görə də soyuducudan bir şey tapıb yedim. Yemək yeyərkən baxışlarım pəncərəyə düşdü. Pərdələr açıq idi və uzaqdan qarşı binanın işıqları görünürdü. Bir anlıq mənə elə gəldi ki, gecə düşdü, yatmağa hazırlaşdım. Paltar dəyişib çarpayıya uzandım. Telefonumda biraz xəbər oxudum, sonra onu kənara qoyub işığı söndürdüm. Otağın içərisində yalnız pəncərədən süzülən küçə işığı vardı. Gözlərimi yumaraq yatmağa çalışdım, amma beynim rahat durmurdu.
Hər an pəncərəyə tərəf baxmaq istəyi duyurdum. Özümü tutub gözlərimi açmırdım. Amma bir müddət sonra davam gətirə bilmədim və gözlərimi açdım. Pəncərəyə baxdım. Heç nə görmədim. Sakitcə nəfəs aldım və yenidən gözlərimi yumdum. Təxminən 10-15 dəqiqə keçmişdi ki, bir səs eşitdim. Bu dəfə səs pəncərənin tam yaxınından gəlirdi. Sanki kimsə şüşəyə toxunur, dırnağı ilə yavaşca cızırdı. Ürəyim sürətlə döyünməyə başladı. Kravatdan qalxıb pəncərəyə tərəf getdim. Pərdələri kənara çəkdim və şüşəyə yaxınlaşdım. Qarşımda heç nə yox idi. 5-ci mərtəbədə idim. Buraya kiminsə çatması mümkün değildi. Amma səs realdı. Onu eşitmişdim. Pəncərəni diqqətlə nəzərdən keçirdim. Şüşənin üzərində heç bir iz yox idi. Özümü sakitləşdirmək üçün mətbəxə getdim. Bir stəkan su içdim. Əllərim titrəyirdi. Özümə dedim ki, bu səslər sadəcə binanın köhnə olmasındandır. Səhər oyandığımda özümü yorğun hiss edirdim. Bütün gecəni narahat keçirmişdim və yata bilməmişdim. İşə getməliydim, amma fikrim evdə idi. Geyinib çıxarkən pəncərəyə bir daha baxdım. Gün işığında hər şey normal görünürdü. Özümə dedim ki, gecə səslər eşitməyim sadəcə yorğunluqdandır və daha bu barədə düşünməməliyəm. İşdə olarkən diqqətimi toplaya bilmirdim. Həmkarlarım mənimlə danışanda onları düzgün eşitmirdim. Rəhbərim bir neçə dəfə adımı çağırdı və mən cavab vermədim. Sonra məni kənara çəkib soruşdu ki, hər şey qaydasındadırmı? Ona sadəcə biraz yorğun olduğumu söylədim və işimə davam etdim. Amma ağlım orada değildi, evdə idi. Axşam evə qaydanda hava artıq qaralmışdı. Pilləkənlərlə yuxarı qalxarkən əllərimdə bazar torbaları var idi. 5-ci mərtəbəyə çatanda qapının önündə dayandım və açarı axtarmağa başladım. Birdən arxamdan qəribə bir səs eşitdim. Sanki kimsə pilləkənlərdə dayanıb nəfəs alırdı. Çevrilib baxdım, amma orada heç kim yox idi. Ürəyim sürətlə döyünməyə başladı və bir tez qaçıb qapını açıb içəri girdim. Qapını arxamca bağladım və bir neçə dəqiqə orada dayandım. Nəfəsim kəsilmişdi. Özümü sakitləşdirə bilmirdim. Torbaları mətbəxə apardım və içərisində baxmadan soyuducuya düzdüm. Divana oturub əllərimi başıma sıxdım. Özümə dedim ki, bu belə davam edə bilməz. Bir şey etməliyəm. Amma nə edə bilərdim? Kimə deyə bilərdim? Polisə zəng edib nə deyərdim? Pəncərədən səslər gəlir deyə. Gecə yenə çatdı. Ən azından açıq saxlasam, nə baş verdiyini görərəm. Kravata uzanıb pəncərəyə tərəf baxdım. Gecə sakitdi və heç bir səs-küy yox idi. Saat neçə idi bilmirdim, amma gecə olduğunu başa düşürdüm. Birdən pəncərədən yenə o tanış səs gəldi. Bu dəfə daha yüksək idi. Sanki kimsə şüşəyə vururdu. Bu an ürəyim sanki yerindən çıxacaqmış kimi döyünürdü. Çarpaydan sıçrayıb ayağa qalxdım. Pəncərəyə yaxınlaşdım. Şüşəyə tərəf baxanda heç nə görmədim, amma səs davam edirdi. Daha dözə bilmədim və pəncərəni açdım. Çöldə soyuq külək əsirdi. Aşağıya baxdım. Küçə boş idi. Yuxarıya baxdım. Dam qaranlıq görünürdü. Sağa, sola baxdım. Heç nə yox idi. Amma pəncərənin kənarında, şüşənin üzərində bir şey gördüm. İz idi. Kimsə parmağını şüşənin üzərində sürtmüşdü və iz buraxmışdı. Amma bu mümkün değildi. Mən 5-ci mərtəbədə idim. Buraya heç kim çatması mümkün değildi. Əlim titrəyirdi və pəncərəni bağladım. Geri çəkilib divana oturdum. Beynimin içində minlərlə sual fırlanırdı. Bu izi kim bırakmıştı? Necə bırakmıştı? Və niyə? Telefonumu götürüb
Gecənin qalanını yatmadan keçirdim. Hər an pəncərəyə baxır, gözləyirdim. Amma heç nə baş vermirdi. Səhər açılanda özümü bitkin hiss edirdim. İşə getməli idim, amma gedə bilməzdim. Rəhbərimə zəng vurub xəstə olduğumu söylədim. Evdə qaldım. Bütün günü divanda oturub pəncərəyə baxdım. Gün işığında hər şey normal görünürdü və heç bir qorxulu şey yox idi. Axşam yaxınlaşdıqca narahatlığım artdı. Bilirdim ki, gecə yenə başlayacaq və yenə o səsləri eşidəcəyəm. Özümü hazırlanmaq üçün işıqları yandırdım və televizoru açdım. Bir film tapmağa çalışdım, amma fikrim orada değildi. Gözlərim pəncərəyə düşürdü və oradan çəkə bilmirdim. Saat 12'ye yaxınlaşanda televizoru söndürdüm. Yatmağa getdim. Amma bu dəfə çarpayıya uzanmadım. Divanda oturub pəncərəyə baxdım. Əgər kimsə gələcəksə, onu görməli idim. Gözlərimi açıq saxladım və gözlədim. Vaxt yavaş-yavaş keçirdi və heç nə baş vermədi. Saat 1'ə, 2'yə yaxınlaşdı. Gözlərim ağırlaşmağa başladı, amma oyaq qalmağa çalışırdım. Saat 4'ə yaxın idi. Birdən pəncərədə bir kölgə gördüm. Ürəyim dayanacaq kimi oldu. Kölgə pəncərənin arxasında dayanmışdı. Hərəkətsiz idi. Başladım titrəməyə və ayağa qalxmaq istədim. Amma bacarmadım. Kölgə yavaş-yavaş pəncərəyə yaxınlaşdı. Şüşəyə toxundu. Əlini şüşəyə qoydu. Başını önə əydi. Mən onu görə bilirdim. Sifəti qaranlıqda idi. Qışqırmaq istədim, amma səs çıxmadı. Kölgə pəncərənin arxasında durmaqda davam etdi və mənə baxdı. Gözlərini görmürdüm. Bir neçə dəqiqə keçdikdən sonra özümə gəldim. Tez ayağa qalxdım. Pəncərəyə yaxınlaşdım. Çölə baxdım. Heç nə görmədim. Aşağıya baxdım. Küçə boş idi. Yuxarıya baxdım. Dam qaranlıq idi, amma bilirdim ki, kimsə orada idi. Onu görmüşdüm. Telefonumu götürüb polisə zəng vurdum. Telefonu qaldıran operator mənə sakit olmağı və nə baş verdiyini danışmağı söylədi. Ona hər şeyi danışdım. Amma danışarkən özüm də inanmırdım. Operator mənə dedi ki, patrullar göndərəcəklər və tezliklə gələcəklər. Telefonu bağladıktan sonra qapının yanında dayandım və gözlədim. Təxminən 20 dəqiqə keçəndən sonra qapı döyüldü. Açanda 2 polis gördüm. Onlara hər şeyi danışdım və pəncərəni göstərdim. Onlar pəncərəyə yaxınlaşıb baxdılar. Sonra bir-birinə baxdılar. Biri mənə dedi ki, burada heç nə yoxdur və 5-ci mərtəbəyə kiminsə çıxması mümkün deyil. Ona dedim ki, mən onu görmüşəm və şüşədə iz var. Onlar şüşəyə yenidən baxdılar və heç bir iz görmədiklərini söylədilər. Dedilər ki, yəqin yorğunsunuz, xəyal görmüsünüz. Mənə sakitləşməyimi və yaxşı yatmağımı məsləhət gördülər. Sonra getdilər. Qapını arxalarınca bağladım və gecənin qalanını yatmadan keçirdim. Səhər açılanda qərar verdim ki, bu evdən getməliyəm. Zəng vurub Günələ hər şeyi danışdım. O dərhal yanıma gəldi və məni özü ilə aparmağı təklif etdi. Bir neçə gün onun yanında qaldım. Özümü bir qədər yaxşı hiss etdim. Amma evimi tərk edə bilməzdim. Kiraya pul verirdim və işə də yaxın idi. Bir həftə keçdikdən sonra evə qayıtdım. Özümə dedim ki, hər şey keçib və daha heç nə baş verməyəcək. İlk gecə rahat yatdım və heç bir səs eşitmədim. İkinci gecə də sakit keçdi. Düşündüm ki, yəqin hər şey təsəvvürüm idi və daha narahat olmağa ehtiyac yoxdur. Amma üçüncü gecə hər şey yenidən başladı.
Yatmağa hazırlaşırdım ki, pəncərədən o tanış səs gəldi. Bu dəfə daha güclü idi. Sanki kimsə şüşəni sındırmaq istəyirdi. Qorxudan qışqırdım və pəncərədən uzaqlaşdım. Səs bir neçə saniyə davam etdi. Sonra dayandı. Telefonumu götürüb əvəzində Günelə zəng vurdum. O dedi ki, tez gələcək və mənimlə qalacaq. Gələnə qədər divanda oturub pəncərəyə baxdım. Səs yenidən eşidilmədi. Amma bilirdim ki, o orada idi, gözləyirdi. Günel gələndə mən artıq ağlamağa başlamışdım. O məni qucaqlayıb sakitləşdirməyə çalışdı. Ona hər şeyi danışdım. Yalvardım ki, mənə inansın. O dedi ki, inanır və mənə kömək edəcək. Birlikdə pəncərəyə yaxınlaşdıq və baxdıq. Heç nə yox idi. Amma Günel də diqqət etdi ki, şüşənin üzərində izlər var. Kimsə barmaqlarını şüşəyə sürtmüşdü. Günel mənə dedi ki, sabah bu evdən köçməlisən. Mən də razılaşdım. Amma həmin gecə hələ bitməmişdi. Günel mənimlə qalmağa qərar verdi və birlikdə divanda oturub televizora baxdıq. Saat 4-ə yaxınlaşanda hər ikimiz yorulmuşduq. Gözlərimiz yumulmağa başladı. Birdən Günel ayağa sıçradı və pəncərəyə işarət etdi. Baxanda onu gördüm. Kölgə pəncərənin arxasında dayanmışdı. Bu dəfə daha yaxın idi. Sifətini görə bilirdim. Amma sifət değildi, boşluq idi. Gözləri, burnu, ağzı yox idi. Günel dərhal telefonunu götürüb polisə zəng vurdu. Bu dəfə onlar tez gəldilər, binanı nəzərdən keçirdilər. Damda isə tapmadılar, binada isə tapmadılar. Amma hər ikimiz onu görmüşdük. Artıq yalnız mən değildim. Günel də şahid idi. Polislər getdikdən sonra Günel mənə dedi ki, bu gecə burada qalmayacağıq. Əşyalarımı yığdım, onunla getdim. Bir daha o evə qayıtmadım. Kirayə müqaviləmi pozdum və başqa bir yeri köçdüm. Günel mənə kömək etdi və yeni bir mənzil tapdıq. Amma hər gecə o mənzilin pəncərəsinə baxanda qorxuram. Hər gecə səslər eşidirəmmi deyə qulaq asıram. Hər gecə kölgənin qayıdacağından qorxuram. Çünki bilirəm ki, o məni tapmışdı və bilirəm ki, bir gün yenə gələcək. Keçən həftə Günellə görüşdük və o mənə bir şey dedi. Dedi ki, köhnə evimin qarşısından keçərkən yuxarı baxıb və 5-ci mərtəbənin pəncərəsində bir kölgə görüb. Pəncərə boş olmalı idi. Çünki mən artıq orada yaşamırdım. Amma kölgə orada idi və aşağı küçəyə baxırdı. Sanki kimi səni gözləyirdi. İndi hər gecə yuxuya gedəndə düşünürəm ki, o hələ də orada olduğunu bilir və bir gün yenə gələcək.